Salam yoldaşlar, hədəfin quiz suallarına baxmağa davam edirik. Növbəti testimiz DQT-17 sabit cərəyan qanunlarıdır. Başlayaq. 1. Yükü zəiflərin nizamlı hərəkəti necə adlanır? Yükü zəiflərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır. 5. Tıxlanmış hissənin sahəsi hansı fiziki əməliyyatı təyin edir? Burada cərəyan şiddətinin zamandan asılılığı qeyd olunmalıdır. İnin T-dən asılılığı və cərəyan şiddətinin zamanın asılı qrafikində yaranan fiqurun sahəsi mənə elektrik yükünü vermiş olacaq. Yəni IT hasıl olduğundan burada cərəyan şiddətinin zamanlı asılı qrafikində yaranan fiqurun sahəsi mənə elektrik yükünü verəcək. 5-də cavabımız olacaq B variantı. 2. Verilmiş nəqliyyatçı cərəyan şiddətinin onun uzandakı gərginlikdən asılı qrafik verilmişdir. Müqamətləri müqayisə edin deyir. Yəni cərəyan şiddətinin gərginlikdən asılı qrafiki verilibsə, deməli aşağıdakı kəmiyyət N yox, U hərfindən işarə olunmalıdır və müqamətin ifadəsi R bərabərdir U bölünsün I olduğundan Ohm qanununa görə U-ya ən yaxın olanın qiyməti, yəni U ən böyük olursa, deməli U-ya ən yaxın olanın qiyməti R-in ən böyük qiymətinə uyğundur. Yəni R3 burada ən böyükdür. 2 ortada yerləşdiyi üçün ortaq qiymət alır. 1 isə I-yə yaxın olduğu üçün I-yə də ən yaxındırsa, deməli burada qiymət ən kiçik olacaq. Yəni məxrəcə ən yaxın olanın qiyməti ən kiçik olur. Yəni cavabımız olacaq burada R3 ən böyük, sonra R2, sonra R1, D variantı olmuş olacaq. Yenidən təzədən təkrar edeyim. Gərginliyin ən böyük qiyməti, müqamətin ən böyük qiyməti, cərəyan şiddətinin ən kiçik qiyməti, müqamətin yəni ən böyük qiymətidir. Müqamətin ən böyük qiyməti olması üçün gərginlik ən böyük, cərəyan şiddəti isə ən kiçik qiymətini almış olmalıdır. Və yaxud burada deyə bilərsiniz ki, U bölünsün I bizə nə verir burada? Aşağı yuxarı böləndə bizə verir kotanges alfanı və kotanges alfa azalan funksiyadır. Buzanın qiyməti artdıqca burada nisbətin azalır. Yəni nisbətin qiyməti azalır. Yəni R bərabər U bölünsün I, R kotanges alfa olduğundan buzanın qiyməti artdıqca müqamətin qiyməti azalmış olacaq. Kotanges alfa azalan funksiya olduğu üçün. Sonra 6. Hansı cihazın iş prinsipli naqilə müqamətinin onun uzunluğuna asılılığına əsaslanır? A-da ampermetr, B-də voltmetr, C-də lampa, D-də reostat, Y-də də açar göstərilib. Reostat olacaq, çünki reostatda bu sürgüdür və sürgünün qolunu sola sürüşdürdükdə uzunluğun qiyməti artıb azaldığından burada müqamətin qiyməti də artıb azalır. Çünki müqamət uzunluqdan birbaşa düz mütənasib asılı olur. 3. Cərəyanın maqnit təsiri hansı naqillərdə qeydə alınır? Cərəyanın maqnit təsiri vacib qaydalarımızdan biridir. Bütün naqillərdə müşahidə olunur. Yəni ən xüsusi şərtlərdən biridir bu. Cavabımız olacaq 3-də Y variantı. 4. Cərəyan şiddətini sahəyə bölsək bizə verəcək cərəyanın sıxlığını. Yəni 4-də cavabımız olacaq C variantı. Çünki amper bölünsün metr kvadratdır. Amper cərəyan şiddətinin vahidi, metr kvadrat da sahənin vahidi olduğundan cərəyan şiddətinin qiyməti sahəyə bölsə, bizə verəcək cərəyanın sıxlığını. 4-də cavabımız olacaq C variantı. Vahid səthdə düşən cərəyanın şiddətinə bərabərdir. 7. Şəkildə potensiometrin dövrəyə qoşulma sxemi göstərmişdir. Hansı vəziyyətdə E rezistandakı gərginlik 0 olar? Cərəyan müsbətdən axır, düzdürmü? Müsbətdən axacaq və belə gələcək. Rezistordan keçir. Bir dənə də əgər reostatın sürgüsünü ən yuxarı vəziyyətə qoşduqda, yəni belə qoşsaq, 1-ə qoşsaq, bu zaman cərəyan elə müsbətdən axdıqca buradan da belə keçəcək. Yenə aşağı doğru axacaq. Yəni hər iki halda rezistorun hər iki tərəfindən müsbət cərəyan, müsbət tərəf axır. Yəni eyni qütbə qoşulur. Eyni qütbə qoşulduğu üçün artıq buradan cərəyan axmayacaq və cərəyan keçməyəcək və cərəyan keçmədiyi üçün E rezistorun gərginlik də 0-a bərabər olacaq. Çünki burada görürəm ki, rezistorun hər iki tərəfi eyni qütbə qoşulur və eyni qütbə qoşulduğu üçün rezistordan cərəyan keçmir, gərginlik 0-a bərabər olur. Əgər onu ən aşağı vəziyyətə qoşduqda isə lambadakı rezistordakı gərginliklə cərəyan mənbəyinin qütblərindəki gərginlik bərabərləşir və bu halda daha parlaq közərmə baş vermiş olacaq. Yəni 5-də qoşsaydıq burada ən böyük közərmə baş vermiş olacaqdır. Cavabımız olacaq burada 1, 7-də A. Hər iki tərəf, rezistorun hər iki tərəfi eyni qütbə qoşulduğu üçün artıq buradakı gərginlik 0-a bərabər olur. 7-də cavabımız olacaq A variantı. 8.
Şəkildə sxemdə lampaların və rezistorun müqamətləri eynidir. K-açanı açdıqda lampaların közənməsi necə dəyişər deyir. Yoldaşlar, burada rezistor qeyd olmayıb. Rezistor yəqin ki, burada olmalı idi. İndi buradan cəryan axır, müsbətdən axır. Gəldi, gəldi, gəldi və əvvəlcə burada hər iki halda bir cəryandan bir lampasına eyni miqdarda cəryan axır. Çünki bu bir lampasının açara aidiyyatı yoxdur. Deməli, birdə dəyişməyəcək. Yəni, birdə cavabımız dəyişməz. Bu, olduğu kimi qalır. Yaxşı, 2-də və 3-də necə dəyişər? Əvvəlcə 2-də açar qapalı olduqda həm burada rezistordan, həm də hardan axır? 2-dən cəryan axacaq. Əgər açarı qapadıqda isə, açarı açdıqda isə artıq burada rezistoru müqamətindən keçmədiyi üçün cəryan, ya hamısı 2-dən keçdiyi üçün artıq 2-də cəryanın qiyməti daha çox olur. Yəni, təzən təkrar edirəm. Əvvəlcə K açarı bağlı olduqda burada cəryan həm rezistordan, həm də 2 lampasından keçir. Açarı açdıqda isə artıq burada cəryan yalnız lampadan, yəni 2 lampasından keçir və rezistordan keçmədiyi üçün bu arada 2-dəki cəryan şiddətinin qiyməti artacaq. Yəni cavabımız avtomatik çıxır D variantı. Yaxşı, bəs niyə 3-də cəryanın qiyməti azalır? Çünki əvvəlcə K açarı bağlı olduqda burada sırf bu alt hissəyə baxıram. Sırf alt hissədə sol tərəfdə müqamətlər R/2, sağ tərəfdə isə bir dənə R-də olacaq. Neçə? 2-də 3R, düzdürmü? Sonra əgər açarı açdıqda isə artıq rezistordan, yəni aşağıdakı rezistordan cəryan axmadığı üçün ora baxmıram. 2 ilə 3 lampalarına baxıram. Hər ikisində də müqamət eynidirsə, şərtidir eynidir, 2. Deməli, müqamətin qiyməti nə oldu? Artdı. Müqamətin qiyməti artdığı üçün cəryan şiddətinin qiyməti azalmış olacaq. Ona görə də 3-də cəryan şiddətinin qiyməti azalar. Cavabımız olacaq 8-də D variantı. 12. Dövrənin ümumi müqamətini hesablayın. Ardıcı qoşulmadır. Hər üçü bir-birinə ardıcı qoşulur. Açmaq mümkündür bunu. Və ardıcı qoşulanda müqamətlər necə tapılır? Hamısı toplanılacaq. R1 plus R2 plus R3, yəni R plus R plus R 3R. Ya müqamətlər eynidirsə sayına vururam, ya da ayrı-ayrı toplayıram. Cavabımız eləcək 3R C variantı. Sonra davam eləyək. 9. Sabit müqamətin naqidə cəryan gücü cəryan şiddətindən necə asılıdır deyir. Sabit müqamətdir. Müqamət sabit olduğu üçün R bərabərdir konstant və gücün ifadəsi P bərabərdir I kvadratı R. Görürəm ki, güc cəryan şiddətindən kvadratik asılıdır. Kvadratın da qrafiki necə olacaq? B variantı. Sonra davam eləyək 13-dən. Metal kürələr bir-birinə toxundurub əvvəlki məsafəyə qədər araladıqda Kulon qüvvəsinin qiyməti neçə dəfə azalar? Əvvəlcə Kulon qüvvəsinin qiymətini tapsaq F bərabərdir K. Düstur nə idi? Düstur budur ki, F bərabərdir K kübü Q2 böl nə? R-in kvadratı, düzdürmü? İndi K birinci yük neçədir? 4Q, ikinci yük neçədir? 8Q. Mənfi olur, amma modul olduğu üçün müsbət çıxacaq. Böləcəm arasındakı məsafənin kvadratına. Burada da deyir ki, əvvəlki məsafə qədər aralacaq. Yəni məsafə dəyişmir. Onda olacaq K neçə olacaq? 32 Q-nun kvadratı bölünsün R kvadrat. Düzdürmü? İndi burada toxunduranda radiuslar eynidirsə, onda hər ikisi bir-birinə bərabər olur və toplayıb sayına bölürəm, yəni 2-yə bölürəm. Bu nə olacaq? 4Q plus 8Q. Aşağıdan yazar. 4Q plus mənfi 8Q. Burada artıq mənfi qeyd olunur. Mənfi 4Q böləcəm ki, mənfi 2Q. Düzdürmü? İndi Kulon qüvvəsinin qiymətini tapsaq, K mənfi 2Q moduldan çıxır 2Q. Yenə o birisinin də yükü 2Q. Yüklər bərabər paylanılır. Böləcəm arasındakı məsafənin kvadratına. K 4Q kvadrat böl R kvadrat. Mən görürəm ki, əvvəl 32 idi, indi 4-dür. Necə dəyişdi? 32 böl 4, 8 dəfə qiyməti azalmış oldu. 8 dəfə azalar. Əvvəlcə F bərabərdir K kübür Q2 böl R kvadratından mən Kulon qanunundan F-in qiymətini tapdım. Birinin yükü 4Q, digərin yükü 8Q idi. Sonra isə toxunduranda artıq radiuslar eyni olduqda toxunduranda burada toplayıb 2-yə bölürük. Yəni 2 dənə yükü topladım, elədim mənfi 4Q, böldüm 2-yə, oldu mənfi 2Q. Deməli, birincidə də, ikincidə də artıq yüklərin qiyməti mənfi 2Q-dur. Və indi hal-hazırda mənfi 2Q-nu yerinə qoysaq, hər biri moduldan çıxır müsbət 2Q.
2 kök, 2 kök olur 4 kök kvadratı. Əvvəl 32 kök idi, indi 4 kökdür. Necə dəyişdi? 32-dən 4-ə gəldi, 8 dəfə qiymət azalmış oldu. 14. Hansı mülahizələr doğrudur deyir 14-də. Cərəyanın enerjisi wattmetrlə ölçülür. Xeyr. Cərəyanın şiddəti ampermetrlə ölçülür. Bəli. Cərəyanın gücü wattmetrlə ölçülür. Bəli. Sonra gərginlik voltmetrlə ölçülür. Bəli. Müqavimət ampermetrlə ölçülür. Xeyr. Müqavimət voltmetrlə ölçülür. Xeyr. Müqavimət nə ilə ölçülür? Müqavimət ohm metrlə ölçülür. Cavabımız olacaq burada 2, 3 və 4 variantları doğrudur. Davam eləyək. Aşağıdakı əməliyyatlardan hansı skalardır deyir. Elektrik sahəsi intensivi vektorialdır, maqnit indeksiyası vektorialdır, qüvvə vektorialdır. Cərəyan istiqamətdə yükü zərcə nizamlı hərəkətidir. Burada skalar kəmi EHQ-dir. Onda cavabımız olacaq C variantı. 11. Şəkildəki B nöqtəsi hansı fizik əməliyyatı təyin edir deyir bizə. Müqaviməti mi, qısaca qapanma cərəyan şəddini mi, gərginliyi mi, yükü mü, EHQ-ni mi? Burada gərginliyin maksimal qiyməti EHQ, cərəyan şəddinin maksimal qiyməti isə I qısa qapanmaya bərabərdir. Yəni cavabımız olacaq. Burada B I qısa qapanmanı göstərir. A EHQ-ni, B isə qısa qapanmanı göstərir. Bizə də B-ni soruşduğu üçün cavabımız olacaq 11-də B variantı. 15 uyğunluğu müəyyən edir və kalsiyanı açdıq, qapadıqda necə dəyişər deyir burada. Kalsiyanın qapadıqda A ampermetrin göstərişi, A1 ampermetrin göstərişi dövrənin ümumi müqaviməti necə dəyişər deyir. Əvvəlcə yoldaşlar, burada görürəm ki, A1 ampermetri yalnız bu nəyə qoşulub? Bu R-ə qoşulub da, sağdakı R-ə qoşulub, rezistora qoşulub ardıcıl. Yəni, açıra bir aidiyyatı yoxdur, dəyişməyəcək. Açır aşağıdadır. Burada eyni miqdarda cərəyan axmağa davam edəcək. Deməli, 2-də cavabımız olacaq, Y variantı dəyişməz. Yaxşı, A ampermetrin göstərişi necə dəyişir? Ümumi müqavimətdən asılıdır. Gör, ümumi müqavimət necə dəyişib? Əvvəlcə K açanı açıq olduqda artıq buradan cərəyan axmır. Düzdürmü? Burada müqaviməti tapsaq, R ümumi bərabərdir. R plus R. Buradakı rezistorla buradakı rezistor bir-birinə ardıcıl qoşulub olacaq 2R. Qapalı olduqda isə bunu qeyd edeyim buradan. Artıq qapalı olduqda, yəni bunu bağladıqda bütün rezistorlardan cərəyan axır. Bu ikisi bir-birinə paralel qoşulub R/2. Bu isə onlara ardıcıl qoşulduğu üçün R olacaq 2-də 3R, yəni 1/5R. Yəni yazaq 2-də 3R. Qiymət necə dəyişdi? 2R-dən gəldi 2-də 3R-ə. Yəni 3-də 4 dəfə qiymət azalır. Müqavimətin qiyməti 3-də 4 dəfə azalar. Müqavimətin qiyməti 3-də 4 dəfə azaldığı üçün, yəni 3-ə uyğundur B variantı və müqavimətin qiyməti 3-də 4 dəfə azalırsa, cərəyan şiddətinin qiyməti onun tərsi 3-də 4 dəfə artmış olacaq. Çünki cərəyan şiddəti müqavimətdən necə asılıdır? Tərs asılıdır. Müqavimətin qiyməti 3-də 4 dəfə azaldığı üçün cərəyan şiddətinin qiyməti 3-də 4 dəfə artmış olacaq. Cavabımız olacaq 1-ə A, 2-ə Y, 3-ə də B variantı uyğundur. Yoldaşlar, izahımız bu qədər. Növbəti izahlarda görüşəndə özünüzdən müğayyət olun.